Salam mən gözəllərim, necəsiz, neyinirsiniz? Yeni video. Bugün bu kız heç yerə getmir. Heç yerə getmir. Çünkü ona makyaj eləyəcəyik və sizə yani bir şey anlatacağım. Hadi başlayaq. Yani bir gün mənim sinif yoldaşım, en sevdiğim sinif yoldaşım yani 4 ildə o mənim sinif yoldaşımdır. Birinci sinifdən onunla dostum. Deyib ki, sən, yəni mən səni atıb başqa bir qızla ən yaxşı sinif yoldaşı olsam, sən nə edərsən? Mənim cavabımla o şoka girib. Yəni indi danışacağım. Makyajı elə. Hə. Demişəm ki, ona mənim əziz dostum, sizi bir gün bir yerdə tutaram. Sən heç nə eləmərəm, sən çünki mən ən yaxın dostumsan. O qızı götürərəm, yumruqlayaram, öldürərəm, vuraram. Və o elə indicə asfaltın dadına bilər. Sonra isə heç vaxt dadına baxmadığı divarları yeyər. Deyəcək ki, daha mən sənin dost deyiləm, amma bu qurtarmayacaq. Ertəsi gün sən nəsə eləsən. Deyəcək ki, sən oyla niyə dostuydun? Mən götürərəm o qızı. Elə vuraram ki, da sənin yanına gəlib sənə nəsə bir söz deməyə cəsarətliyi çatmaz. Yəni səndən o qədər qorxar ki, sənə heç gəlməyə duyğu da çatmaz. Deyib ki, sən mənə o qədər çox istəyirsən ki, bunu eləməyə razısan. Mən dedim ki, əlbəttə. Bıcı, adı bu rəngi çox pis oldu. Biraz xəstələnmişəm. Özür dilərim. Əlbəttə ki. İndi sən bu qız haqqında danışaq. Sizdə də Blas ağca kimi ağappaq olmaq istəyirsiniz. Qısqanırsınız ağcanı. Əlbəttə ki, ya. Mən ağcadan daha yaxşı görünürəm. Hayır, parıldayırsınız. Ay, çok sağ olun. Ben məsələnirəm. Məsələnməniz çox yaxşı deyil. Bunu sənsiz də bildim. Deyəsən başınızı çox az ağartmışam. Bulgur. Mən bulgur deyirəm. Çünki sevirəm. Bulgur deməyi. Belə. Gələn dəfə bu şeylərsiz belə şeylərciyim. Make-up. Və sizi o qədər bəyənəcəksiniz ki. Deyəcəksiniz ki, valdə yenilə. Yani bəyənqoz olacaqsınız. Ay, bəyənəcəksiniz yani. Ne kadar? Biz bu videomuzu tutaraq bu kızı da giyindirək zaten gerek geçsin toyuna. Duş. Bir də beləsiz. Ay dedə. Mən hər şeyi yaxşı eləyirəm və bilirəm necə eləmək lazımdır. Mənə öyrətməyin burada. Tıp tıp dip. Tıp. Cip. Bir də ki, mən bu gün özümdən ən yaxın dostumla küsmüşəm. Yəni, Toka-Boka videolarıma da əgər baxırsınızsa, onun da evə YouTube kanalı var idi. İndi silib ki, anası icazə vermir.
O mənə icazə vermir də Tokabokada indi təzə elədiyim evi qurum. İndi so gedib, indi mən o görüm şimdi ora köçüblər də Tokabokada ailə. İndi mənə yazıb ki, yəni valide o evi qurma. Deyirəm ki, niyə sənin onsuz da YouTube kanalın yoxdur, deyir ki, heç nə olmaz, yəni də qurma. Mən deyirəm ki, axı sən nə olacaq? Nə olacaq əgər mən bunu qursam? Deyir ki, qurma da, yoxsa küsərəm. Deyirəm ki, get küs də mənə. Gedir mənə bütün videolarımın altına yazır ki, arkadaşlar buna abone olmayın, like de atmayın. Allah diyor vallaha. Yani bir daha bir şeyde yok dediğim için ben bu kadar şey deyir. Ben düz elədim, yoksa yok siz burada yorumlarda yazın. Yani bilmirəm daha ne edeyim bu kızdan. Başa düşümdən bir deyim. Hadi makyajı da qurtaraq. Təzə videomu tez bazar attım. Çıp 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 çıp. Gözünüz kal. Aa. Dıdıp. Dıdıp. Dıt 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 dıt. Əlbəttə ki, səhv elədim. Belə. Şedevr. Çok güzel görünürsünüz. Sağ olun, yeni videolar çözün.